Ölkəmizdə yas mərasimlərində süfrə açılması, bir neçə çeşid yemək verilməsi ənənəsinin israfçılığa yol açdığı ara-sıra gündəmə gəlir. Söhbət israfçılıqdan gedirsə, bu lazımsız hesab edilir və bu məsələyə tənqidi yanaşılır. Artıq bəzi rayonlarda yas məclislərində yemək verilməsi dayandırılıb. Ehsan kimi yalnız çay, limon, halva və xurma verilir. Yeni ənənənin tətbiq olunduğu rayonların sayı o qədər də çox deyil, amma təşəbbüslər var. Bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazısı İmamzadə Ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbasov Gəncə şəhər ictimaiyyətinə müraciət edib. O, şəhər sakinlərini, yerli din xadimlərini, icra orqanlarının rəhbərlərini və fərdi sahibkarları yas mərasimlərinin sadə keçirilməsinə dəstək verməyə çağırıb. Onun sözlərinə görə bu yanaşma həm dini baxımdan məqbul, həm də sosial cəhətdən vacib hesab olunur. İnsanlar bilmirlər ki, nə etsinlər? Cənazəni dəfn etsinlər, öz dərdlərini bölüşsünlər, yoxsa gələn insanlar üçün yeməklər pişirib, ehsanlar versinlər. Yas üçün 5 vacibat var. Bir insan dünyadan köçdüyü zaman onun ayağının içi qibləyə çevrilir, o qüsullənir, yuyulur, kəfənlənir, meyit namazı və qəbir. Bir nəfər rəhmətə gedəndən sonra ailə üzvləri çox əzab çəkirlər, yasdan sonra borca düşürlər.